Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance Azərbaycanda səfərdədir. Vance 2008-ci ildə regionu ziyarət edən Dick Cheney'dən sonra Bakıya gələn növbəti vitse-prezidentdir. Bu səfər olduqca önəmlidir. Əvvəla, Amerika 18 ildən sonra yenidən Cənubi Qafqaza xüsusi diqqət göstərir və bu diqqətin mərkəzində ən çox Bakı dayanır. Səfərdən öncə Amerika iş adamlarından ibarət nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşməsi də Vaşinqtonun Bakı ilə əlaqələrə verdiyi önəmin təzahürüdür. Bildiyiniz kimi, biz hazırda iki tərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə ABŞ vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşir. Vance'in gündəliyində iki məsələ xüsusi yer tutur. Birincisi, Vaşinqton Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından izləyir və bu prosesin məntiqi sonluğa çatmasına çalışır. İkincisi, TRIP layihəsinin icrasını sürətləndirmək Amerikanın strateji maraqlarına daxildir. Bütün hallarda Vance'in Azərbaycana səfəri iki tərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyur. Azərbaycanın regional və qlobal çəkisini artırır.